Selamünaleyküm dostlar. Bu günləri yepyeni bir kutu açılımı videosuyla karşınızdayım. Bildiğiniz gibi premium sandığımız artık oyuna geldi ve yükseltmeli Scarlet'imiz var burada. Beləncə düzdür. Heç belə Scarlet hem çox oynamıram, hem de çox xoşuma gəlməsə də silah da qalsın sumkamızda hər ehtimal. Evet, yaxşı da deyil, amma alacağıq. 148 tane sandığımız var. Keçirik, sandıqlarımızı açaq tez. Ondan sonra oyunumuza keçiriləyək. İlk öncə təkillərdən başlayaq. Biraz təkil açaq. Ondan açtık. Garantiden destan sambiyan parçasını verdi. İndi isə bir dənə onlu vuraq. Kompensatoru verdi. Elə bildim Akanı verdi. Elə bildim Scar'ı verdi. Sevinmişdim. Neyse. Bir dənə çıxır eləyək. Setimizi dəyişək. Ən salamat setimizi dəyişək. En salamatı setimizi dəyişək. Bu setlə oyun elə bilsin kasıblıqda. Scar'ın üstünə bir iki yəndə vuraq beləsinə. Burada başqa nə var? Qoş şalvar köynək geyinək. Əlli dənə sandıq açdıq. Buradan görək nə verəcək. Verdi buradan et. En azından buradan Scar verdi. En azından buradan Scar ver. Sevindir adamı. Olmadı. Bunun işi hiç olmadı. Bu PUBG yani konkret mırtlaşır adamla. Qəti fikri yoxdur da yəni ki. 90 dənə açdıq vermədi. Ya verməyəcəm. Neyse ben təkil davam eləyək. Baxmadan keçirəm. 109 bir dənə beləncə vuraq. Of, elə bildim yenə verdi. Scar verdi elə bildim. Neyse garantiden Scar götürdük. Əsas bizə lazım olan Scar idi. Scar'ı da aldıq. Scar'ı taxaq. Yüksəltsək bəlkə qəşəng görsənər. Bəlkə, amma bəlkə. Başqa nə çıxartdıq? Hə, SKS-ni də çıxartdıq. Qobunu da taxaq. SKS ama pis SKS değil abi, bu qəşəng SKS-dir. Qoyalım o qalsın əlimizdə. Scar'li beləncə götürək. Yüksəltməli Scar da oldu hesabda. Qəşəng. İncə keçid eləyək, bir dənə One Man Squad Livik ataq. Ondan sonra videonu sonlandıraq. Və keçid elədik oyunumuzda yenə də hamıdan tez bir şəkildə etkin yalanla enişimizə etdik. Bir dənə yelək versə əla olar. Samolyotun sahibi olmakla değil, gərək oyunçuluğun olsun, golun olsun. Sonra ayak sesi var, oynayaq.
Yer get də. Bu da ağıllı çıxıb da. Tertemiz. Qəşəng. M4 götürmürük. Skar yoxlayırıq. Okey. Düşümdən çıxmışdı. Gözəl bir şəkildə təmizlədik içərini 10 leşlə. Elə tam da etkinliyin üstündən keçirdik. Düşəyə görə burada adam var yoxsa yoxdur. Buradan davam eləyək. Altda bir ayaq səsi var. Eşitdim onu. Okey. Bir nəfər var içəridə. Qəşəng. Defy yuxarıda vurduğum adam idi. Yuxarıdan axırıncıdan qabaq ortanı açan. Aha, tapdım bunlar axır ki. Bayaqdan mən bunlar üçün gəzirəm. Arkada elə sənə deyirdim. Yəni deyirdim ki, arkada da ayaq səsi eşitdim. Qabağımdakı nakladı. İşlər gücləri yoxdur adamların. Aha. Axır səslər çıxmağa başladı. Narkomancer. Şeydi, Samotin yəsidir bu. Etkin yalanda bunu vurmuşdu. Oyna üstüme oyna. Oynama ya, oynama tek başına. Necə qorxur. Yat aşağı. Qəşəng bir One Man Squad videomuzun daha sonuna gəldik. Təzə skar da yoxlamış olduq. Köhnə skardı əslində, yəni təzədən gətiriblər. Lazerin zadını çıxartmışıq. Biraz belə qəşəkdir. Lazerlə. Amma yəni çox da xoşuma gəlmir. Skar onsuz oynamıram. Sadəcə olaraq silah kimi qalacaq çantada. Bir videonun daha sonuna gəldik dostlar. Belə videoların davamlı olmağı üçün
videonu bəyənməyi, kanala abunə olmağı unutmayın zəhmət olmasa. Gələn videolarda görüşmək üzrə. Bye.